Hamıya salam dostlar. Bu günləri biz sizinlə bərabər Minecraftda qaldığımız yerdən davam eləyəcəyik. Hə dostlar. Məncə də buradan çıxım. Belə meşalelər də götürüm. Bu belə qoyum. Lan. Ha. Zombi çıxsa sözüm yoxdur. Qəşəng inək. Qəşəng bəxtimizi inək çıxdı. Bir dənə inək daha. Uy, 2 dənə inək. Bu nədir? İnək cənnəti. Görək nə qədər dərim var. Dəri. Aydat. 5 dənə cəmi dəri var. Nəysə dostlar. Biraz deyirəm, bəlkə odun qıraq. Orada bir də inək var. Balaca buzov. Bundan heç nə çıxmadı ki. Nəysə. Odun qıraq. Dostlar, odun çox önəmlidir. Bir qırıq daş önəmlidir, bir də odun önəmlidir. Qırıq daşdan olan qazmalar həqiqi qəşəngdir. Yəni, elə qazma var ki, qəşəngdir. Mən bura sakinləşə bilərəm day. Yerləşə bilərəm. Yaxşı, qazmamız buradadır. Dostlar, məncə deyirəm, biraz bura incələyək. Başqa bir qaynağı da tapaq deyirəm, yəni. Nəysə. Onda dostlar, hələliyinə biz yataqları belə qoyaq. Onu bastı, nə? Hə. Hələliyinə yataqları belə qoyaq. Otağı biraz genişlədək, həm də ki, nəysə bir araşdıraq tapaq. Oyunda köy tapsam, kənd tapsam, işim çox qəşəng olacaq. Amma tapa bilmirəm. Nəysə. Yox, çalışma masası. Və qəşəng. Dəri zırhımız dostlar hazırdır. Gördüyünüz kimi karakterimiz Steve'in əynindədir. Bir zırh, bir də yarısı qədər canımız var o zırhda. Yaxşı dostlar, indi keçdik
Ən çox sevdiyim şeylərdən birinə. Lazımsız əşyaları atmaq qismi. Görək, burada bu yosundur. Sırt pulu. Sırt pulu nədir, vallahi bilmirəm. Sonra bunu da ataq. Bu çürük ətdir. O zombilərə lazımdır. Yəni mən çürük ət yemirəm. Bu nədir? Diorit. Belə önəmli bir at kimidir. Bu qırıq, lazımsız qırıq daşdır. Həm də çox yer tutur. Oy dənə. Saçdım düşdüm. Nəysə dostlar. Всё dostlar, yəni hər şey belədir. Vəziyyətimiz çox qəşəngdir həqiqətən də. Buyla qazağı. Hə dostlar, buyla qazmaq məncə ən qəşəng bir şeydir. Hə dostlar. Məncə ət bişirək. Görək bişirə biləcəyimiz bişmiş toyuq. Hə dostlar, bir də mənim dostum var, Hüseyn. Mənə deyir ki, bu fırını düzəlt, ətləri daha tez bişirir. Görək, həqiqi tez bişirir, yoxsa mənə dedi ki, amma dəmir bişirə bilmir. Dəmiri elə bir külçə vəziyyət eləyə bilmir. Görək, nətər bir şeydir. Bunu belə qoyaq. Bu da belə. Həqiqi tez bişirir. Vay be. 2 dəqiqədə. Bu qəşəngdir. Karakterimiz Steve-də gördüyünüz kimi dostlar, ilk zırhını aldı. Ət barədən bolluqdur day. Hələ bu da var, bişmiş ətlərdən. Nəysə dostlar, mən qazı işlərinə davam eləyəcəm. Gələ, qazmamız da qırıldı. Mən nəyə görə o qədər şey qazıram ki? Nəysə, çalışma masası sayəsində təzədən bir qazma düzəldək. 3 dənə. Əslində dostlar, daşdan qazma qəşəngdir. Bir dənə də dəmir tapsaydım, qalxan eləyərdim dəmirlə. Mən dəmir də çıxır ki. İnatçıdır dəmir deyirsən. Mən dərinlərə inəcəm. Minecraft videolarına gördüyümə görə çox dərinlərdə dəmir olurmuş. Lan? Hə. Bu arada meşale barədən qaynağımız azdır. Buraları araşdır. Oy! Dəmir! Oy nənə! Dəmir tapdıq. Elə sevindim, elə bir elmas tapdım. Görən elə biləcək, elə bir elmas tapdım.
Neyse dostlar da deyəsən bir dənədən artıq çıxmır day dəmir. Neyse dostlar, çalışma masasını belə qoyaq. Ət tez bişirməyə bişiririk. Lan dəmir ha burdadır. Görək bu da bişirəcək. Yox. Dəmir külçəsi eləyə bilmir. Ona görə biz adi fırın eləyəcəyik deməli. Taxta burdadır. Yaxşı dostlar, dəmir külçəsi sayəsində özümüzə bir dənə qəşəng samballı qalxan düzəldəcəyik. Yaxşı dostlar. Lan çalışma masası. Lan çalışma masası. Çalışma masası. Ben niye bu götürə bilmədim? Onda görə bir də əşyanı atmalıyam. Çubuğu atıram. Neyse, bununla da bunu. Şükür. Yaxşı dostlar, indi mən qalxan düzəldə bilirəm. Qalxan düzəldə bilməliyəm axı. Daş kəsici. Daş kəsici valla bilmirəm nədir. Qalxan budur ha. Ayda çakmaq da düzəldə bilərəm. Çakmaq daşı və çelik. Ayda çakmaq. Amma qalxan düzəldmək məncə daha məntiqli olar. Oğlum qalxan hara getdi? Nə düzəldirəm itir... Hə. Hə, qalxanımız belədir. Elə bir dostlar, müdafiə sistemi kimi bir şeydir də bu. Qəşəng bir şeydir bu. Belə bir yataq düzəldək. Və qəşəngcə deyəcəm yataq, amma yatamıram. Canavarlar deyir var. Nəysə dostlar, onda mən hələliklə lazımsız gərəksiz əşyalar atacağam. Məsələn, bu yatağı atıram. Buna məsələn dəyməyə bilərəm. Bunu da atacağam. Neysə, bu kəsək. Qəşəng bir qalxanımız da oldu. Dəmir sayəsində, yəni son anda tapdıq. Yaxşı dostlar, bugünlük video bu qədər idi. Sağ olun, salamat qalın.